Həzrət Əli əleyhissalam barəsində danışanda bizim gözümüzün önündə canlanır İslamda fədakarlıq nümunələri. Əli əleyhissalam deyir ki, fədakarlıq ən ali insani xislətdir. Fədakarlıq yaxşı əməl sahiblərinin xüsusiyyətidir. Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür. Nəcib əxlaqın ən gözəl xüsusiyyəti fədakarlıqdır. Başqa yerdə deyir ki, başqaları ilə insafla, möminlərlə fədakarlıqla davranın. Səxavətliliyin ən üstünü fədakarlıqdır. Bu günləri İslama azad insanlar lazımdır. Peyğəmbərlərin, imamların dövründə çoxlu maraqlı hadisələr baş verirdi. Bir şəxs gəldi Həzrətin huzuruna, acılıqdan şikayət etdi. Peyğəmbər əleyhissalam buyurdu, bu şəxsi evində kim qonaq edər? Söylədilər, ya Rəsulullah, sudan başqa bir şeyimiz yoxdur, amma qonağı özümüzdən üstün tutarıq. Əli əleyhissalam söylədi, biz bu şəxsi evimizdə qonaq edərik. Xanımına söylədi, çıraqları söndür, qonaq bizim evdə nəyin olub, nəyin olmamağından zərrə qədər xəbər olmasın. Səhəri gün həmən hadisələri danışan zaman Rəsulullaha Allah Quran-ı Kərimdə bir ayə nazil etdi. Qonağı özlərindən üstün tutarlar ayəsini nazil etdi. Deyirlər, Ramazan ayı idi. Əli əleyhissalamla xanım Fatimə-i Zəhra salamullah əleyhə oruç tutmuşdular. İftar vaxtı qapı döyüldü. Bir sail dedi, mənim təama ehtiyacım var. Təamların verdilər həmən şəxsə. Su ilə iftar elədilər. Gecəni ac yatdılar. İkinci gündə eyni anda, eyni saatda, eyni dəqiqədə qapı döyüldü. Üçüncü gündə eyni anda, eyni saatda, eyni dəqiqədə qapı döyüldü. Allah da Quran-ı Kərimdə bunu təriflədir. Çoxdur Quran-ı Kərimdə imamət barəsində ayələr var. Deyir, ədilin yox, şəbihin yox, qərinin yox, qəribin yox. Münaətdə, cəlalətdə, səxavətdə, şücaətdə. Ya Əli, sənin bunlara heç bir tayın, bərabərin, oxşarın yoxdur. Nə mümkünsən ki, feyzün, aləmi imkanı doldurmuş. Nə vacibsən və halun ki, bəşərsən əsli fitrətdə. Özün, oğlun, nəvən, şövqi ilə məstanə şəhid olduz. Məgər bilməm nə ləzzət vardı bu cam şəhadətdə.